Hər vaxtınız xeyir olsun dəyərli dinləyicilər, həmçinin izləyicilər. Mən Xanlar Meteorun təqdimatında Gündəm Qarabağ verilişini dinləyirsiniz. Bizi həmçinin izləyə bilərsiniz sosial şəbəkələrdən, Facebookdan və YouTubedan CBC-FM Azərbaycan yazmaqla. Bu gün çox dəyərli bir qonağımız var, turizm eksperti, dəyərli dostum Ruslan Quliyev. Gəlir. Hər vaxtınız xeyir. Hər vaxtınız xeyir olsun, uğurlar olsun. Necəsiniz? Qarabağdan gəlmisiniz. Möhtəşəm bir səfər oldu, bir tur oldu. Turizm ekspertləri hamısı toplaşmışdı ora. Nəyə nail olduq? Təşəkkür edirəm. Həqiqətən də bu Qarabağ torpağına hər dəfə ayaq baxdıqca yeni emosiya, yeni fikirlər, yeni arzular doğur. Və bu dəfəki səfərimiz də çox maraqlı keçdi. Öncəliklə onu qeyd etmək istəyirəm ki, bu formatda və say etibarilə belə deyək də bir rekord sayda iştirakçı ilə biz səfərə getdik və səfərin əsas məqsədi təbii ki, quruculuq, abadlıq işləri ilə tanış olmaq, infrastrukturla tanış olmaq, turizm məhsullarının təqdimatı məsələsində bir ortaq bir fikrə gəlmək və bundan sonra da bu beynəlxalq platformalarda bunun təbliğatıdır. Və əsas məqsədlərdən də biri bu yalnız bir səfər deyildi. Ən azından bir təftiş info turu da bunu saya bilərik. Belə ki, qeyd edim, Azərbaycan Turizm Bürosunun deməli rəsmi dəstəyi ilə Azərbaycan Turizm Agentlikləri Assosiasiyası, Azərbaycan Dəmir Yollarının dəstəyi ilə və təbii ki, Xankəndi Otellər Kompleksinin deməli dəstəyi ilə araya ərsəyə gələn səfərdə biz ümumiyyətlə həm zamanlama ilə bağlı, həm marşrut üzərində yerləşən obyektlərlə tanışlıq və əsas məsələlərdən biri də biz bu marşrutu deməli Bakı-Ağdam qatarı ilə test etdik. Çox möhtəşəm bir belə deyim təəssüratlardır və həqiqətən də deməli təqribən zamanlama o qədər ideal idi ki, yəni bunun gələcəkdə də həmin tur operatorlar bir təqdim etmə zamanı təbii ki, zamanlama ilə bağlı və Ağdamdan da təqribən 45 dəqiqə deməli Xankəndiyə gəldik və orada mövcud olan bir neçə həm Palas oteldir, eyni zamanda Qarabağ oteldir. Qarabağ otel haqqında da onu deyim ki, bu 50-ci illərdə inşa olunmuş, çox unikal bir belə deyim də bir yapıdır, bir binadır və mənfurlar onu bilmirəm, yəni müxtəlif məqsədlərlə istifadə ediblər, bank etmişlər və yenidən öz həyatına qayıtdı və unikallığı da odur ki, yəni butik və cəmi 10 nömrədən ibarətdir və bütün demək olar ki, Qarabağın belə deyim də bu mədəni, arxitektur belə deyim bir təqdimatı həmin otelin, belə deyək, mehmanxananın bir təqdimatında biz onu şahid olduq və sonraki etapda da deməli orada tikilən konqres mərkəzi ilə tanışlıq, işgüzar turizmin belə deyək də artıq qısa bir zamanda həm Şuşa, eyni zamanda Xankəndi bir mərkəzinə çevrilibdir və çox maraqlı bir biznes mərkəzində orada inşası təbii ki, gələcəkdə orada çalışmaq istəyən həm turizm şirkətləri və digər şirkətlər üçün də maraqlı imkanlar açır və növbəti gündə biz təbii ki, mədəniyyət beşiyimiz olan Şuşaya səyahət etdik. Həqiqətən də yəni qısa bir zamanda, yəni mən hardasa bir 3-4 ay bundan qabaq olmuşdum orada. O qədər yəni dəyişikliklər və Qarabağ deməli bu turizm mərkəzinin, regional mərkəzinin də deməli təşkilatçılığı ilə deməli orada bizim heyətdə ikinci bir qrup var idi. Onların proqramı deməli 2 gecə 3 gün idi. Deməli burada artıq Qarabağ və Şərqi Zəngəzur üzrə deməli həmin marşrutlar üzərində mövcud olan abidələr, eyni zamanda mehmanxana kompleksləri ziyarət olundu. Orada ziyarət olundu. Səfər eləyənlər Azərbaycanlı turizm ekspertləri idi, yəni tur sahibləri idi, yoxsa necə? Yəni o heyət biz bilmək istəyirik. Bizim heyət bu günləri Azərbaycan gəlmə turizmi, beynəlxalq turizm və eyni zamanda daxili turizmlə məşğul olan ən güclü
top şirkətləridir ki, yəni heyət çox həddindən artıq çox professional idi və təbii ki, burada deməli müxtəlif bloqerlərin də eyni zamanda internet sosial şəbəkə platformalarında da hashtaglərlə paylaşımda təbii ki, qısa bir zamanda belə deyək, daha çox diqqət cəlb edir. Əsas məqsəd də təbii ki, bu Qarabağ, Şərqi Zəngəzur və Qarabağı yeni bir turizm destinasiyası kimi dünya turistlərinə asmaq və tur operator şəbəkəsindən onun gələcəkdə qısa bir zamanda daha çox turist axını üçün əlverişli şərait yaratmaq və onu nəzər zonda çatdırım ki, artıq portaldan qeydiyyat məsələləri deməli müsbət istiqamətdə, yəni artıq onun deməli səyahət günlərinin sayı artırılıbdır. Daha əl çatandır xarici vətəndaşların gəlməsi və eyni zamanda Şuşada da deməli dövlət qorğunu deməli bələdçiləri tərəfindən bütün tarifikasiyalar, ondan sonra adım sayından asılı olaraq gediləcək yerlər, deməli mehmandarlıqların malikanəsi, bülbülün evi və digər deməli Gövhər Ağa məscididir və digər muzeylərə giriş haqqında çox müvəssəl tutbağı, deməli Gəncə qapıları və təbii ki, bu səfərdə də biz bir daha Şuşanı və Xankəndin yenidən özümüz üçün bir kəşf etdik. Maraqlıdır ki, o tanıtmaq istiqamətində beynəlxalq platformalarda tanıdılması istiqamətində fikir mübadiləsi aparıldı. Bu hansı istiqamətdə olacaq? Biz xarici turistlərə Qarabağı necə təqdim edəcəyik? Necə təqdim edəcəyik? Hansı yol xəritəsi çəkildi? Biz sizinlə bundan öncəki müzakirələrimizdə də demək ümumiyyətlə Qarabağı, yəni belə deyək də, demək Azərbaycan turizm strategiyası 2030 deməli strategiyasına görə, platformasına görə biz qeyd edə bilərik ki, Qarabağ və Şərqi Zəngəzurda deyə bilərik turizmin bütün alternativ növlərinin inkişaf elətdirilməsi üçün, tətbiqi üçün çox əlverişli bir şərait var. Bu sağlamlıq turizmindən tutmuş, ekoturizm, digər məcarə turizmi, kənd yaşıl turizmi və digər deməli ekstremal elementli belə deyək də marşrutların tətbiq olunması üçün çox əhəmiyyətlidir. Bundan öncə də siz bizim sizinlə deməli söhbətlərimizdə son zamanlarda deməli Kəlbəcər Dağ Turizm Mərkəzinin də deməli inşası ilə bağlı bir planlama var. Yəni birinci fazaya görə artıq bəlli bir çalışmalar mövcuddur. Yəni əslində bu mərkəzin deməli qurulması Azərbaycanın deməli ən möhtəşəm təbii mənzərələrə malik olan bu Kəlbəcər rayonunda mövcud olması 4 fəsil 365 günə paylanan bir turizmin tətbiq olunmasına, burada qeyd etdiyim kimi dağ turizm, ekoturizm, sağlamlıq, aktiv istirahət yönümlü yeni turizm kompleksi deməli konsepsiyasını irəli qoyur. Yəni mərkəzin belə deyək də unikallığı isti su bloklarını, mineral mənbələri, meşə dağ örtü relyefini və qədim mədəni irsini turizm xidmətləri ilə birləşdirərək bir təqdimatının həyata keçirilməsinə şərait yaradır və ümumiyyətlə həm Zəfər yolunun inşası, ondan sonra deməli Alıxanlı və belə deyək də bu Füzuli hava limanı istiqamətində və orada inşa olunan tunellərin açılması təbii ki zaman etibarilə məsafə qət olması etibarilə, yəni yolu daha da qısaldır. Sonra Şükürbəylidən gələn yolun açılması və gələcəkdə Zəngəzur koridorunun da deməli açılması təbii ki Bakıya varmadan Zəfər yolu ilə Şuşaya gəlmək və Şuşadan eyni zamanda Ağdərədən deməli Sərsəng su anbarının və eyni zamanda su qovşanından deməli Naftalana və Azərbaycanın qərb qapısı olan Qırmızı Körpü istiqamətindən Gürcüstana, Türkiyə və eyni zamanda da mən qeyd etdim də Türkiyədən Naxçıvana gəlib bu marşrutu birbaşa və geriyə keçməklə daha çeşidli etmək mümkündür.
və düşünürəm ki, burada bütün elementlər birləşibdir də. Yəni istər istirahət məqsədli, əyləncə məqsədli, sağlamlıq məqsədli, yəni seçimə görə və hədəf qruplarına görə müxtəlif çeşidli məhsullar yaratmaq mümkündür və təbii ki, bu istiqamətdə çox ciddi iş gedir. 2025 artıq demək olar ki, yekunlaşır. 26-cı ildə planlar nədir? Biz nə işlər görəcəyik, hansı tədbirlər keçirəcəyik? Ümumiyyətlə onu qeyd edim ki, bu il həm kadr hazırlığı ilə bağlı fəaliyyətlər, eyni zamanda ölkənin tanıtımı istiqamətdə fəaliyyətlər bizi uğurlu adlandıra bilərik və gələn ilə də deməli müxtəlif mötəbər tədbirlərin Azərbaycanda keçirilməsi təbii ki, turizm sektorundan da yan keçmir. Daima kadr məsələləri üzərində çalışmalar və eyni zamanda bölgələrdə də dövlətin deməli infrastruktur layihələrdə deməli müvəffəqiyyətli deməli aktiv iştirakı bu elə sahibkarlığın inkişafına da və orada açılacaq mehmanxana və ona bərabər tutulan obyektlər və eyni zamanda əlavə xidmət sahələrində çeşidlənməsi təbii ki, nəinki Qarabağ və digər regionlarda da həm öz tövhəsini verəcək və tanıtım fəaliyyətləri yenə də mən qeyd etdiyim kimi artıq bu il məsələ 20-dən artıq, hətta bəlkə də çox bir sıra beynəlxalq və yerli tədbirlərin təşkil olması gələn il ictimai sektoru da nəzərə alsaq, yəni bu 50-yə çatacaq. Bu da böyük bir əzmkarlıq deməkdir, əmək deməkdir. Əsas odur ki, sistemli şəkildə Azərbaycanın dövlət maraqlarını qorumaq şərtilə və eyni zamanda bir təqdim etmə mədəniyyətini mükəmməl şəkildə ortaya qoyaq. Çox təşəkkür edirəm Mursam bəy. Sizə və komandanıza uğurlar. Çox sağ olun. Mən minnətdaram sizə. Sonda bir fikir ifadə etmək istəyirəm. Keçən səfərə getdiyimizdə də mən bunu qeyd etdim. Deməli, Qarabağa hər səyahət etdikcə təbii ki, bizim bu yeniyetmə və gənc dövrümüzə düşmüşdü. O qara bir səhifə, yəni o müharibənin başlanması, qətliamlar, torpaqların işğalı. Yəni düşmənlər yalnız bizim torpaqlarımızı zəbt etməmişdilər. Mədəni isimimizi dağıtmamışdılar. Onlar bizim yeniyetmə dövrümüzü və gəncliyimizi əlimizdən alıblar. Yəni 30 illik bir boşluq və təbii ki, o torpaqlara gedəndə biz bu 30 il müddətində olan dövrümüzlə bağlı bir şey düşünəmirik və ora gəldikcə ruhumuz gənclənir və orada keçirdiyimiz günlər və qeyri-ixtiyari olaraq yeniyetmə və gənc dövrə gedirik. Təbii ki, bu biraz kədərlidir, ancaq biraz daha da belə bizi fərəhləndirir, sevindirir. Çünki yenə də qeyd edirəm, ora daxil olduqda o gənclik dövrünü, o nostalji hisslərlə yaşayırsan, elə bir insanın ruhu da cavanlaşır. Var olsun Azərbaycan ordusu, Ali Baş Komandanı. Həqiqətən də biz bu gün qalib dövlətin, qalib xalqın, qalib iş adamları və turizmçiləriyik. Və bu gün beynəlxalq arenalarda da biz çox böyük bir belə qürurla, fəxrlə ölkəmizi təbliğ edirik və bu istiqamətdə də düşünürük ki, hər yer cəbhədir bizim üçün, ən böyük cəbhə də bu günləri savaş da intellekt və informasiya savaşıdır ki, biz hər zaman onun önündə olmalıyıq və bunu gənc nəslə aşılamalıyıq. Çox sağ olun. Çox təşəkkür edirəm. Və Gündəm Qarabağ verilişi bununla yekunlaşır. Bugünkü qonağım Ruslan Quliyev idi, turizm eksperti. Siz isə bizi sosial şəbəkələrdən, Facebookdan və YouTubedan CBC FM Azərbaycan yazmaqla dinləməkdə davam edin. Sağ olun, salamat qalın.